İndi bu açıqlamanı verəcəm. Hamı deyəcək ki, adını de, adını de. Əzizlərim, adını desəm. Hansı hər gün məni polisə verirlər, nə bilim məhkəməyə verirlər, ora, bura məndən şikayət edirlər. Bu adamların adını desəm, ümumiyyətlə məni, siz nə edirlər? Məsəl üçün, mən yenə də eşitdim, bir də görürsünüz mənə deyirlər, sən orada olmusanmı? Olmamışam, amma hadisələrin içində nə mənada insanlar danışır, mən də onları sizə çatdırıram. İndi nazir desəm deyəcək ki, Sara xanım elə nazirlərdən danışır. Yox, əzizlərim, bu köhnə nazirlərdən olub. Yəni indiki nazirlərlə təbii ki, mən hələ ki eşitməmişəm. Köhnə nazirlərdən birisi olubdu. Bir qadınla görüşüblər bunlar uzun müddət. Bunlar görüşəndə bunların evladları kiçik olub, az yaşlı olub. İllərdir görüşüblər. Təbii ki, uşaqlar da böyüməlidir də. Oğlan, qız, nazirin bir oğlu, məsəl üçün xanımın bir qızı, onun bir qızı, bunun bir oğlu. Və belə qərara gəliblər ki, bir-birlərini daima görmək üçün bu kişi onun qızını almalıdır. Və ediblər də, təmtəraqlı bir toyda olub, təmtəraqlı bir elçilik də olub, nə bilim, stəkana bir şəkər də salıblar, şirin çay içiblər. Yəni, bunlar toy üçün olan, düyün üçün olan bu mərasimlər çox gözəl həyata keçib. Qarşı tərəf, yəni oğlan tərəfdə böyük xonçalar falanlar, başına qırmızı lent bağlanmış bir erkəyi qoçu da gətirib həyətə. Bax, bunlar olub. Yəni ki, bəzən belə ağıllı kişilər, qadınlar da olur ki, ayrılmamaq üçün, bəli, mən səninlə gəzmişəm, indi də qızı oğluma alıram. Belə çıxır da, ata, ananla gəziyib qızın anasına. İndi öz oğluna, o qadını, gəzdiyi qadının qızını alıb. Xahiş edirəm, heç kim mənə heç nə deməsin. Mən eşitmişəm, sizə çatdırıram. Yəni, belə ola bilərmi? Belə, bunun analogu varmı? Yoxdur. Eşitdim, mən də utandım. Çox utandım ki, yəni doğrudanmı sözüm yoxdur.